اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد والثناء لله رب العالمين، والعاقبة للتقوى واليقين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين، حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد صلى الله عليه وسلم، وعلى أهل بيته الطيبين الطاهرين المعصومين، ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. عباد الله، أوصيكم ونفسي بتقوى الله. Allah'a hamd senalar olsun ki bir daha da ömrümüzde Mah-ı Mühərrəm ayı Əbu Abdullah Hüseyin əleyhissalamın əzadarlıq məclisləri nəsib elədi. İnşallah bu qədəmləri tezliklə Əbu Abdullah Hüseyin əleyhissalama zəvvar qərar versin və axirətdə hesab kitabda bu göz yaşları tökən gözlərə şəfaətçi olsun inşallah. Bu müsibətli, bu əzalı günlər münasibəti ilə başda bu məclislərin sahibi Mövlamız Ağa İmam-ı Zaman Əccəlallahu Fərəcəhu Şərif olmaqla bütün dünyanın haqq-sevər insanlarına, siz əzizlərimizə təsliyyət ərz edirəm. Allah mütəal bu əzadarlıqları hər birimizdən qəbul eləsin inşallah. İmam Hüseyin əleyhissalamın əzadarlıqları özü bir tütiyədir, bir iksirdir və insanın anidən həyatın dəyişmək qüdrətinə malikdir. Necə ki, öncəki mövzularda demişdik ki, Züheyrin, Hürrün bir anda həyatını dəyişdi. Bir gün öncəki həyatı ilə Aşura günü və ondan sonraki Züheyr, Hür fərqli bir insanlar oldu. Züheyr dünənə qədər fərqli bir cəbhədə idisə, Hür dünənə qədər fərqli bir cəbhədə idisə, bugün bəşərin bütün Əhl-i Beyt sevənləri onların qəbrinə bir dəfə çatıb salam vermək arzusu ilə yaşayırlar. Gör, insan hansı məqama gedib çıxa bilir. Dünən sən İmam Hüseyin əleyhissalamın qarşısında dayanmışdın. Hür, bugün böyük alimlər, böyük insanlar gəlib qəbrimin müqabilində dururlar, sənə salam verirlər. Deyirlər ki, ey kəş Hür, Allah səni bağışlayan kimi bizi də bağışlayaydı. Ona görə bu məclislər çox əhəmiyyətlidir. Bu məclislər bizim həyatımızı dəyişmək qüdrətinə malikdir. Məclislərə çox diqqət yetirməliyik. Allah rəhmət eləsin mərhum Esət ağa deyərdi, gecə namazı insanın günahlarını silir. Allah gecə namazına elə bir qüdrət verir ki, insan gecə namazı qılsa, Allah onun günahlarını bağışlayır, keçir günahlarının üzərindən. Amma bir söz deyirdi, ustad deyirdi ki, günahları silir, amma günahlar bir də qəlbdə, ruhda iz buraxır. Mənfi izlər buraxır, onlar silinmir. Günahını adamın Allah bağışlayır, amma o günahlar ki, biz həyatımızda tətbiq eləmişik, onlar bizim ruhiyyəmizi zədəliyib. Haradasa bizi axsadacaq. Ruhum ki, çox geniş deyil, çox əzəmətli deyil, dünənki günahlarımın
təsirindəndir. Baxmayaraq ki, tövbə eləmişəm və Allah da ərhəmər rahimindir. Silib o günahlarımı, keçib üzərindən. Amma kökü, mənbəyi qalıb. Harun Behzad ağa deyirdi ki, lakin İmam Hüseyin əleyhissalamın əzadarlıqlarında bir hikmət var. O məclislərdə tökülən göz yaşlarında bir hikmət var ki, onlar günahları bağışlayır ki, heç, həm də kökünü silir. Arxivindən təmizləyir. Bəzi görürsən, telefonlarımızda bəzi şeylər görürsən, sildin. Məsələn, bir şəkili silmirsən, bir sənədi silmirsən, amma görürsən ki, o hansısa papkalarda qalır, axtaranda tapırlar. Amma bəzən görürsən ki, onu elə, məsələn, bizim dinlədəcək format edirsən, tamamilə gedir, yaxşı. Deyirlər, bu əzadarlıqlar, çox boyda mərzəyə təqibini söz deyir, bu əzadarlıqlar sanki həyatımızı format edir, yəni yeniləyir. Ona görə bu məclislərə Əhl-i Beyt əleyhissalam çox diqqət ayırıblar, çox önəm veriblər. Təbiidir ki, 1400 il ərzində bu əzadarlıqlara qarşı da əks təbliğlər də olub. Bütün zamanlarda olub. Mütəvəkkil kimi zalim Abbasi xəlifələri zamanında Həzrətin məclisləri, Həzrətin ziyarətləri və s. tamamilə demək olar ki, insanların üzünə bağlanıb. Lakin o bəşərin keşmə-keşdi süzgəcindən gəlib bu günümüzə çatıb. Bu gün də bunun əleyhinə söz deyənlər var. Məsələn, biri təəssüb keçdiyindəndir, biri bilməməzliyindəndir, bir xəstəlik yaranıb bəzilərində özünü bir, məsələn, ziyalı kimi göstərmək istəyir. Belə düşünür ki, məsələn, ziyalısansa mütləq din əleyhinə, əzadarlıq əleyhinə bir fikir sən də bildirməlisən ki, yəni mən bax, bunlardan da öləm, seçilirəm. Bunlar çox cılız bir məsələlərdir. Yəni, biz nə qədər ziyalı olsaq, Füzulidən ziyalı deyilik ki. Biz nə qədər ziyalı olsaq, biz Nəsimidən ziyalı deyilik ki. Odur şəxsiyyətlər gəliblər, deyirlər ki, bu məclislər özü bir nurdur. Füzuli ki, bizim xalqımızın ən dəyərli ziyalılarındandır. Özünün vəsiyyəti buydu. Özü ağanın hərəmində ayaqqabı cütləyən qalırdı. Zəvvarların ayaqqabılarını götürürdü, qoyurdu rəflərə. O əzəmətdə şair, dünya şöhrətli şair, filosof, arif. Axırda da vəsiyyət eləmiş ki, məni bir yerdə dəfn edin ki, o Həzrətin günbəzinin kölgəsi düşsə mənə kifayətdir. Zəvvarları gəlib qəbrimin üstü ilə keçib girsə hərəmə mənim bəsimdir. Ki, elə orada da dəfn olunub ziyarətə gedənlər gedib ziyarət edə bilirlər. Ona görə də bu cür məsələlərə artıq lüzum yoxdur. Əvvəlki illərdə də deyilib. Allah rəhmət eləsin, mərhum Hacı Şahin onun bu əzadarlıqlara deyilmiş kəlmələrə bir cavabı var idi, bir videoydu hazırlanmışdı və yəqin ki, çoxlarınız da rastınıza çıxıb. İnandırım ki, o qədər mükəmməl cavab verib ki, o məsələlərə, o şübhələrə, o iradlara. Həqiqətən, yəni, düşünürsən ki, o cavabdan sonra artıq cavab deməyə ehtiyac qalmır. Yəni, mükəmməl cavab, bir nəfərin təəssüb keçdiyi olmasa, insafı olsa, o cavabları oturub dinləsə, kifayət eləyər onu, bütün zehnindəki sualları aradan geçsin. Ona görə də bizim mövzumuz bu 10 günlükdə fərqli bir yöndə idi. O da bundan ibarət idi. Əlbəttə, məğzi eyni idi. Yəni, illərdir ki, biz danışırıq, Aşuradan ala biləcəyimiz dərslər, Kərbəladan ala biləcəyimiz dərslərdir. Sadəcə bu 10 günlük mən çalışırdım bu münasibətdə danışaq ki, tarixdə bu qədər müsibətlər olub, necə oldu ki, İmam Hüseyin əleyhissalamın əzadarlığı, İmam Hüseyin əleyhissalamın Kərbəlası, müsibəti bu günə qədər gəldi çatdı. Bu bir sual idi. İkinci bir sual bu idi ki, nə baş verdi ki, Peyğəmbərdən sonra cəmi 50 il keçmişdi. Çox kiçik bir fasilə idi də, yəni hələ bir nəsil dəyişməmişdi. Peyğəmbəri görən kişilər hələ sağ idilər. Ki, bəziləri İmam Hüseyin əleyhissalamın yanındaydılar, Müslim ibn Ovsəcələr, Həbib ibn Məzahirlər, bəziləri də var idi, qarşı tərəfdə idi, Yezidin qoşununda idi. Yəni, Peyğəmbəri görən, daim İmam Hüseyin əleyhissalamı
qucağında bəsləyib Peyğəmbər onun barəsində o sözləri ki, deyib, necə oldu cəmiyyətdə nələr baş verdi ki, birdən-birə minlər məktub İmam Hüseyin əleyhissalama yazıb dəvət edənlər, Müslimə o qədər insan beyət eləmişdi, birdən-birə dəyişdi. Onun müqabilində gəlib durdular. Hansı səbəblər səbəb oldu? Dünən danışırdıq, dedik ki, İmam Hüseyin əleyhissalamın öz kəlamı ilə istəyirdim mən məsələləri danışaq. Öz düşüncələrimizdə yanlışlar ola bilər. İmam Hüseyin əleyhissalamın öz nəzəri budur ki, 4 dənə mühüm məsələnin üzərində Əməvilər iş görmüşdü. 4 işin üstündə çox ciddi iş aparmışdılar. Onların biri buydu ki, imamət əleyhinə çox ciddi əks təbliğat gedirdi. İmaməti aradan aparmağa çalışmışdılar. İkinci məsələ, din əleyhinə çox ciddi təbliğatlar getmişdi. Dini zəiflətmək adına. Dinin zahiri qalsın, namazın özü qalsın, amma əsası aradan geçsin. Ki, namazın da əsası elə vilayətdir. Həzrət Əmir əleyhissalamın kəlamlarındadır. Buyurur, ənəs salat, ənəs son, ənəl həc. Həc də mənəm, oruc da mənəm, namaz da mənəm. Yəni, mən olmasam, Allahın vilayəti olmasa, bunların zahirindən iş olmaz. Mənəviyyatı bunların gəlir, bağlanır ilahi hüccətlərə. Üçüncü iş ki, İmam Hüseyin əleyhissalam ikisinin barəsində dönən danışdıq. Üçüncü iş ki, İmam Hüseyin əleyhissalam buyurur ki, Əməvilər bu işi görmüşdülər. Bu da buydu, müqəddəsatın ehtiramın aradan aparmaq, hörmətin aradan aparmaq. Çalışırdılar ki, müqəddəslərin hörməti aradan geçsin. Elə bir hədislər düzəldirdilər ki, Peyğəmbər Həzrət Əli əleyhissalamın barəsində deyib, bunlar da elə, məsələn, kimin barəsində gəldi deyirdilər, nə? O müqəddəsatın ehtiramını aradan aparsınlar. Düşünməsin ki, belə bir böyük bir şeydir. Həzrət Peyğəmbər ki, deyib, mən kuntu mövla fəaliyyum mövla, mən kimin mövlasıyam, Əli də onun mövlasıdır. Demir ki, olmayıb hadisə. Baxın, o zamandan başlayan məsələdir, bu gün də davam edir. Demir ki, olmayıb o məsələ. Deyir, olur. Sadəcə deyib, mən kimin dostuyam, Əli də onun dostudur. Baxın, müqəddəsatı necə aradan aparırlar. Çox diqqətli olsun müminlər. Bəzən görürsən, xilaf əhlindən kimsə düşür, biz Əhl-i Beyti çox sevirik, Əhl-i Beyti bizim canımızla fədadır filandır. Bəzən də müminlərimiz himə bənmiş kimi adayt, məsələn, filan kəs də hidayət oldu, Əhl-i Beyti sevir. Bax, diqqətlə bax, əzizim. Bax, birinci məsələ ki, dünənləri danışdıq, Həzrət Musanı Quran deyir ki, qövmünün arasında məzlumiyyətinin səbəbi nə idi? Çünki cəmiyyətinin təhlil etmə qabiliyyəti yox idi. Bir cəmiyyətdə təhlil etmə qabiliyyəti olmasa, onları sonra adlandırır. Bu oturur, danışır, amma sözünün əsnasında imamın şəninə uyğun olmayan elə bir söz deyir. Peyğəmbərin şəninə uyğun olmayan elə bir söz deyir ki, zehinləri qarışdırır. Açın, bəzi kitablara baxın, Peyğəmbərdən hədislər gətiriblər. Peyğəmbərin barəsində elə söz deyir ki, o sözü mən günahkar, heç bir yaramayan adam, mənim barəmdə nisbət ver söz, bir nəfər arxamda namaz qılmaz, bir nəfər mənim danışanda oturub bulasınız. Məni ki, yaraşdırmırsınız, Peyğəmbərə bu sözləri necə yaraşdırırdılar? Məqsəd müqəddəsatı aradan aparmaq idi. Kəbəni hörmətsiz eləmək idi. Elə bilirsiniz, Kəbəyə səbəbsiz olaraq hücum olundu. Kəbə yandırıldı Əməvilərin dönəmində. İstəyirdilər müqəddəsliyini aradan aparsınlar. Quran deyir ki, Kəbə Beytullahdır və əmin-amanlıq evidir. Mən oranı əmin-amanlıq evi istəyirəm qərar tapsın. Onlar oranı mancanaqla yandırmaqla insanlara başa saldılar ki, biz qoymayacaq bura əmin-amanlıq evi qalsın. Bugün də hər vasitələrlə dünyada
Məsələn, müqəddəslərin ehtiramını aradan aparmasıdır. Məsələn, ya Quranın barəsində deyir, Quran müqəddəs deyil, mən nə bilim, Kəbə müqəddəs deyil, ondan sonra İmam müqəddəs deyil, Peyğəmbər müqəddəs deyil, Peyğəmbər də elə bizi kimi adamdır. Hey axtarırlar ki, Quranda. Yox, ayədə bir dəfə Allah deyib ki, biz sənin keçmiş və gələcək günahlarını bağışladıq. İnsafın var. Bir dənə ayə ki, deyir, biz Peyğəmbər sənin keçmiş və indiki günahlarını bağışladı, sən bunu bayraq tutmuşsan ki, Peyğəmbərin də günahları olub. Və Quran bu qədər ayələrdir ki, Peyğəmbər, biz səni ən gözəl, ən böyük, ən əzəmətli əxlaq nümunəsi göndərmişik. Sənin bütün kəlamların bizim kəlamlarımızdır. Və ma yantiqu anil hava, heç vaxt sən özündən, nəfsündən bir söz danışmarsan. Bunları kənara qoyub, niyə qəsdin nədir axtarırsan ki, Peyğəmbərə də bir şey yapışdırasan? Demək ki, onlar məqsəd yönlüdür. Savadsızlıqdan, cahillikdən deyil. Bir çoxlarında məqsəd yönlüdür. Dinin o qüdsiyyətin aradan aparsınlar. Məsumların qüdsiyyətin aradan aparsınlar. Elə Quranda olsun, məsələn, baxın, 70 il Sovet dönəmi Quranın əksinə bir iş gördü. Quranı dedilər ki, bükün, büktəliyin, bağlayın, öpün, qoyun taxtanın üst gözünə, heç kimin əli dəyməsin, ona günahdır. İndi də bir cür Quranın əleyhinə bir təbliğlər gedir. Quran müqəddəsdir, Quran elə bilinmir, Peyğəmbər yazıb, ya Allah yazıb. Orada bəlkə təhriflər də olub, artırmalar da olub, azad. Hər cür şübhələr ki, atırlar. Ən azı budur ki, o 70 il dönəmində Qurana xəyanət olunmuşsa, heç olmasa müqəddəsliyinə xəyanət olunmamışdır. Deyirlər, müqəddəsdir, öp qoyucu. Müqəddəsliyinə ki, toxunmurdular. Bugün ancaq bundan daha iyrənc yolla müqəddəsliyinə də aradan aparmaq istəyirlər. İmam Hüseyin əleyhissalam burada ki, təhlükə bu idi. İnsanların düşüncələrinin birdən-birə bərəks olması, dəyişməsinin səbəblərindən də biri bu idi. İnsan dünənə qədər inancı bir günün içində alt-üst olur. Dünənəcən müqəddəs bildiyini, bu günləri bir müqəddəs deyil, alt-üst olur onun için. Və dördüncü məsələ, ədaləti cəmiyyətdə aradan aparmağa çalışdılar. İmam Hüseyin əleyhissalam Müslim ibn Əqillə Kufə əhlinə bir dənə məktub göndərmişdi. Məktubun məzmunu budur. Minəl Hüseyin ibn Əli ilə mələ'i minəl mü'mininə vəl-mü'minat. Hüseyin ibn Əlidən müsəlman kişi və müsəlman qadınlara bir sifariş, bir məktub. Fəl-əmri məl-imamı illəl-hakimu bil-kitab. İmam bilin ki, Qur'anla, kitabla hökm eləmək üçün gəlib. İmamın misyası bundan ibarətdir. Yəni, zehninizə bəlkə bir başqa şeylər gəlir ki, imamın bir iqtidara gəlmək fikri var, hakimiyyətə gəlmək fikri var və s. və ilaxır. Buyurur ki, imamın işi kitabla hökm eləməkdir. Quran nə deyib, Allah nə deyib, mən də onu deyəcəyəm. Ət-dainu bid-dinil haqq. İmamın vəzifəsi dini qaldırmaqdır, dini öz çəkisinə gətirib qoymaqdır, dini yaşatmaqdır, dini ihya eləməkdir. Əl-qaimu bil-qist, ədaləti bərpa eləməkdir. Ədaləti xüsusi olaraq vurğulayır. Yəni, cəmiyyətdə ədalət aradan gedib, imamın vəzifəsi ədaləti yerinə qoymaqdır. Əl-habisu nəfsəhu alə zalikə lillah. Çünki imam öz nəfsi ilə bir iş görmür. O, Allahın müqabilində fənafillah olub. İtib Allahda. Onun şəxsi iradəsi yoxdur, şəxsi istəyi yoxdur. Allah nə istəyirsə odur. Ondan qeyri bir şey istəyi yoxdur. Ki, bu birinci gün yadınızdadsa bunun da barəsində danışmışdıq ki, İmam Hüseyin əleyhissalamın əzəməti, Aşurasının əzəməti bundadır ki, ondan qabaq ki, məsələn, Peyğəmbərlər Allaha təvəkkül eləyirdi.
Amma İmam Hüseyin əleyhissalam təvəkkül eləmirdi. İmam Hüseyin əleyhissalam rıza məqamında idi. Təvəkküllə rızanın da fərqini demişdik ki, təvəkküldə bir şey istəyirəm Allahdan, amma Allaha sığınıram, Allaha söykənirəm. Yaxşı xüsusiyyətdir ya. Amma rıza məqamında heç Allahdan bir şey də istəmirəm. Allah sən nə bilirsən olur. Mən kiməm ki istəyim də olsun. Mənim istəyim də yoxdur ümumilikdə. İstəyəcəksən doğranaq, doğranacağıq. İstəyəcəksən əsir olaq, əsir olacağıq. İstəyəcəksən saqqalaq, saqqalacağıq. Da mən deyim ki, Allah, mən bu düşmənin üzərində qələbə çalmağım üçün sənə təvəkkül edirəm, İmam Hüseyin əleyhissalamda bu da yoxdur. Ona görə buyurur, İman fənafillah. Və bəs, bu 4 dənə mühüm məsələyə toxunandan sonra istəyirəm ki, bu barədə danışaq. Yaxşı, səbəblər nə idi? İmam işarələrin verdi. Bəs səbəblər nədir ki, insanlar birdən-birə dəyişə bilir? Dünən müslümə beyət eləyənlər bugün müslümü tənha qoyur. Səbəblər nədir? Bu mövzunu danışmaq çox mühümmidir. Çünki bu mövzunun içində həm əxlaqi və həm tərbiyəvi mövzular var. Çox mühümmidir. Quran-ı Kərim bəzən keçmiş tarixi hadisələri bizim üçün danışır. Keçmiş qövmlərin başına gəlmiş hadisələrin tarixini bizim üçün danışır. Niyə danışır? Çünki tarixdə baş vermiş hadisələrdə adlar dəyişib. Hadisələr dəyişib, amma səbəblər dəyişməyib. Diqqət edin buna. Adlar dəyişib. Hadisələr dəyişib, amma səbəblər dəyişməyib. Quran onun üçün bunları danışır, hamısını bizi bir-birimizə ki, nə qədər peyğəmbər öldürüblər, adları fərqlidir peyğəmbərlərin. Öldürənlər fərqlidir. Öldürmə mexanizmləri də fərqlidir. Birini oda atırdılar, birini dənizə qovurdular, birini Həzrət Yahyanın başını kesirdilər. Öldürmə üsulları da fərqlidir. Amma səbəb niyə öldürürdülər hamısında eynidir. Hamısında eynidir. Səbəb dəyişmir. Ona görə əvvəldə də dedik ki, bu karvan bir qatardır, vaqonlar dəyişir, içərisindəki sərnişinlər dəyişir, amma hərəkət eynidir, motiv eynidir, dəyişməz olaraq qalır. Və tarixi bunun üçün Allah bizi üçün çoxlu Quran-ı Kərimdə danışır. Nə səbəb oldu ki, neçə min insan gəldi İmam Hüseyin əleyhissalamın müqabilində durdu. Cəmi 72 nəfər İmam Hüseyin əleyhissalamın yanındaydı. Və o 72 nəfərində demək olar ki, yarısı imamın qardaşları, qardaşı balaları, öz balaları, yaxınları idi ya. Yəni, kənardan İmam Hüseyin əleyhissalama gəlib qoşulanları saysaq 40 nəfər. 30 min, 40 nəfər. Bu fərq hardan, bu fərq balansının pozulması hardan yaranır? Bir tərəfdə dəvət edən İmam Hüseyindir, bir tərəfdə dəvət edən Yeziddir. Nə səbəb olur ki, o 30 min cəlb eləyə bilir, bu 40 nəfər cəlb eləyə bilir? İmam Hüseynin bəlağəti yox idi, görkəmi yox idi, şəxsiyyəti yox idi. Bunların barəsində danışmıyor. Da ən üstünü ki, bundadır. Bəs niyə cəzzabiyyət, insanların axını o biri tərəfdir? Bax, bu mövzular özü bir dənə əxlaqi və tərbiyəvi mövzulardır ki, biz öz həyatımıza tətbiq eləməliyik. Öz həyatımızda bunları canlandırmalıyıq. İllətlər, mən deyərdim, 2 növdür. Bax, səbəb, illətləri biz gəlib tapmalıyıq. Səbəblər nədir? 2 cürdür. Bir daxili səbəblər var idi, bir xarici səbəblər var idi. Bu hadisələrin belə baş verməsində bir daxili səbəblər var, bir xarici səbəblər var. Xarici səbəblər qalsın. İlk öncə daxili səbəblərdən danışmalıyıq. İçimizdəki problemləri tapmalıyıq. Bizim problemlərimiz nədir? Birinci daxilimizdəki illət, səbəb
Quran özü bunu aşkar edir. Quran deyir ki, Allahdan uzaq düşməyiniz. Bir cəmiyyət ki, Allahdan uzaq düşdü, o cəmiyyət imam qatilinə çevrilməsi labüddür. Bu ilahi bir sünnətdir. Məndən uzaqlaşdıqca mənim hüccətlərimə qarşı sizdə düşmənçilik yaranacaq. Bu ilahi bir sünnədir. Demək ki, birinci daxili problemimizi həll etməliyik. Allahdan uzaqlaşmamağa çalışmalıyıq. Quran-ı Kərim buyurur: "Və la takunu kəllezine nasullah." Onlar kimi olmayın ki, Allahı unutdular. Allah bizi nəsihət eləyir. Onlar kimi olmayın ki, Allahı unutdular. O Allahı unudanlar kimi olmayın. Onlar Allahı unudub nə oldular? Fəənsəhum ənfusəhum. Allah buyurur ki, onlar ki, Allahı unutdular, mən də onların özlərini unutturdum. Nə baş verir insan özünü unudarkən? Fəsad burada başlayır. İnsan ki, başladı özünü unutmağa, yəni artıq onu insan şəxsiyyət defisiti yaranır. Şəxsiyyət çatışmamazlığı. Çox böyük problemdir ya bu. Şəxsiyyət çatışmamazlığı bilirsiniz nədir? Yəni insan özünə dəyər vermir. Özünə dəyər verməyən insan üçün hansı səhvdə durmağının heç bir faydası yox, fərqi yoxdur. Hər yerdə, hər qazanda qaynayacaq maddi maraqları üçün çıxarıcı. Çünki şəxsiyyət yoxdur. Həmişə biz şəxsiyyətdən adamları necə tanımışıq? Qürurlu yəni. Yəni hər şey boyun əymez. Yəni hər maddi çıxarı üçün öz vicdanını ayaq altına atmaz. Amma bir nəfərdə ki, şəxsiyyət defisiti başladı, şəxsiyyət çatışmamazlığı ki oldu, o adam üçün heç bir şeyin fərqi yoxdur. Quran görür nə incəliklərlə gəlir, səbəbləri bizə izah edir. Ki, insan, Quran nə üçün bizə çalışır? Daha çox şəxsiyyət versin. Çünki şəxsiyyətli cəmiyyətdə Allahın da haqqı yerində olacaq. İmamın da haqqı yerində olacaq. Niyə Allah gəlir bizi ilə, balaca uşaq dili ilə danışmır? Eyhamlarla danışır, işarələrlə danışır. Deyir ki, mən istəyirəm ki, şəxsiyyət olasınız, yetişkin olasınız, həddi buluq olasınız. Bəzi düşüncələr var, Quranda deyir ki, məsələn, Allah deyib ki, məqam İbrahim müqəddəsdir, bir dənə məqam İbrahimi deyib də, başqa yeri deməyib, ona görə bizə görə heç yer müqəddəs deyil məqam İbrahimdən başqa. Allah deyir ki, sən böyük kişisən, mən sənə işarə göstərdim, sən ağlı işlə. İbrahimin məqamı müqəddəsdirsə, Həzrət Muhammed sallallahu aleyhi və aleyhi və səlləmi məqamı ondan qat-qat üstün olacaq da. Peyğəmbərin qəbri nə qədər üstündür? Yəni, sənin təfəkkürün, düşüncən buna yetmir ki, Həzrət İbrahimin ayağı deyən yer müqəddəsləşibsə Quran məntiqində, Həzrət Peyğəmbərin bütün vücudu qoyulmuş bir torpaq hələ müqəddəsləşmir. Nə qədər sən hələ cılız düşünürsən, hələ Quranda axtarırsan ki, orasını da yazaydılar gərək. Oranın böyük cavabdeh şəxsiyyəti, imamı da orada pişnamazı deyir ki, mən fəxr edirəm ki, 30 ildir mən burada imam cəmaat yanam, hələ bir dəfə o kişinin qəbrini ziyarət eləməmişim. Bilirsiniz ki, Allah bizə niyə şəxsiyyət verir? İşte biz böyük kişilər olaq, düşüncəli kişilər olaq, cılız məsələlərdə qalmayaq. Dünən də mən çox çalışıram ki, əsil məsələləri hamımız burada əzizlərimdir, mənim burada bütün əyləşənlər qardaşlarımdır, böyüklər böyük qardaşlarımdır, kiçiklər kiçiklər, xanımlar, analarım, bacılarımdır. İstəyirəm ki, səmimi bir-birimizin sözünü eşidək, səmimanə. Qərəz axmayaq ki, niyə məsələn mən bunu bura qoydum? Bunda da bir illət axtarmayaq. Valla səbəbi yoxdur. Elə əlimi bura uyğun gəldi, qoydum. Yaxşı. Məsələn, bu məclislərimizdə hər xırda detallarda bir səbəblər axtarmayaq. Hər kiçik məsələlərlə uğraşmayaq da. Mahiyyətini nədir? Mahiyyətini qoruyaq.
bəzi məsələlər var ki, buradan daha rahat görsənə bilir məsələn. Məqsəd budur ki, məsələn, nəysə məsələn, kiçildək, cılızlaşdıraq, azaldaq. Vallah budur. Allah haqqı, Quran haqqı. Mən mənbərdə istəmirəm ki, mövzular məsələn bəyan olunsun. Amma ən azı budur ki, vallah bir hesab kitab günümüz var da hamısı. Bunlar orada aşkar olan günlərdir. Məsələn, bəzi məsələləri məsləhətdir ki, bu cür olsun da. Məsləhətdir. Məsələn, heyətdə çay olmasın, keçən il olub və keçən il mən onun narahatçılıqlarını görürdüm. Bizim bacılarımız keçir, xanımlarımız keçir, cəmiyyətin orada yığılıb. Ehsan yaxşıdır, İmam Hüseyin adına ehsan gözəldir. Aşurada kifayət qədər ehsan verək, imamın üçündə verək. Amma bu 10 günlükdə məclisin nizamını pozur. Yəni, burada bir qərəz axtarmayaq ki. 5 nəfər çıxır oraya ki, məsələn, bir çay içsin, 2 nəfər də gəlir ona qoşulur, üçü də o yüzden başlayır orada. Keçən il biz bunları şahidi olduq. Yəni, mən bu üzləndirəm ki, məclis əhəmiyyəti buradır. Orada, məsələ əgər çaydır, qoğaldır, biz İmam Hüseyin əleyhissalamı bu cür şeylərlə tanımayaq ki. Qoğal yeməkdən çıxaq da, böyük məsələlərlə fikirləşək, düşünək, görək, İmam bizə nə deyirdi? Yenə bir qardaşım kimi bu məsələlər bəzən məcbur halına gəlib çatıram mən bu şeylərdən bəzisini deməyim. Məcburiyyətində olam, amma bir çox şeyinə də uduram, demirəm. Ona görə bu cür şeyləri, məsələn, ki, deyirdi ki, məsələn, daha çox istəyirdi Allah bizi düşünək, səbəbləri bu idi. Daha köklü baxaq məsələlərə, daha geniş baxaq məsələlərə. Allah mütəal burada, onlar ki, Allah'ı unudarlar, fəənsahum ənfusahum. Allah da onları başlı başına bıraxar. Allah da onları özlərinə unutdurar. Ömər Səd sözümü yekunlaşdırırlar. Şəxsiyyətsiz bir adam idi. Əsaslandıracağım sözümü. Ömər Səd şəxsiyyətsiz bir adam idi. Ona görə imam qatilinə çevrilə bildi. Ömər Sədin şəxsiyyətsizliyi bir üst arasında idi. Aşuranın sübhündə İmam Hüseyin əleyhissalam buyurur ki, İstəhfəzə əleyhumu şeytan fəənsəhum zikrəllah. Şeytan sizə müsəllət olub, qəlbinizi alıb ələ və ilahi zikri sizə unutturub. Yəni, Allahdan sizi uzaq salıb. Və imamın özünün Aşuranın sübh çağında işlediyi kəlmə bu. Yəni, problemin biri də buydu ki, insanlar Allahdan uzaq düşür. Mühərrəm ayının 3-ü bu günləri ki, artıq 4-ə daxil olub da Mühərrəm ayı. Mühərrəm ayının 3-ündə nə baş verdi Kərbəlada? İkisində dedik ki, İmam Hüseyin əleyhissalam çatdı. Hür onun qarşısını 1000 nəfərlik qoşunla kəsmişdi. Mühərrəm ayının 3-ündə Ömər Səd daxil oldu Kərbəlaya. 4000 nəfərlik qoşunla. 1000 var idi Hürlə, 4000 də Ömər Sədlə gəldi. Artıq 5000 nəfərlik qoşun, 72 nəfəri mühasirəyə alıb. Və Ömər Səd bir dənə məktub gətirdi İbn Ziyaddan. İbn Ziyad İmam Hüseyin əleyhissalama məktub göndərib. Məktubun mətni bundan ibarətdir. Ya xəlifə Yezidə beyət eləyəcəksən, ya da sənin Kərbəla torpağından sağ çıxmaq şansın yoxdur. İmam Hüseyin əleyhissalam məktubu oxuyub, bilirsiniz cavabını yazır. Təqribən deyirəm mən öz sözlərimizdən, ibarələrə toxumuram. Yəni, İbn Ziyad, sənin bu söz və cavab yazmaq öz israfdır. Sən o qədər məlunsan ki, sənin bu təklifə heç cavab vermək istəmirəm. Mümkün deyil, mən Yezidə beyət edeyim. Biz şərəflə, hürriyyətlə,
əzəmətlə, şəxsiyyətlə yaşayıb ölməyi əsarətdən üstün bilirik. Xüsusilə şəxsiyyət mövzusunu İmam Hüseyn əleyhissalam orada önə çəkir. İmam Hüseyn əleyhissalamın yanında bir nəfər var idi. Həmədanlı idi. Ömər Sədlə bir məhəllədə böyüyüb. Dost olub, uşaqlıq dostları olublar. İmam Hüseyn əleyhissalamdan icazə aldı. Dedi ki, ağa, icazə ver, mənim məhəllə uşağım olub da Ömər Səd. Gedim, mən danışım oyna. Mən başa salım ona. İmam Hüseyn əleyhissalam dedi ki, bilirəm faydası yoxdur. Amma icazə verirəm, get. Bəzən olur, bəzi adamlar görürsən ki, bilirsən, danışsan faydası yoxdur, amma hüccəti tamamlamaq üçün danışırsan, bir sözü deyirsən də. İmam da dedi ki, get də, eyb yoxdur, get. Gəldi, dedi ki, Ömər Səd, sən bilirsən, bu Peyğəmbər balasıdır, nə iş tutmusan sən, nə iş görmək istəyirsən. Ömər Səd başını qaldırdı, dedi ki, niyə mənə salam vermədin? Salavat Peyğəmbər ali Peyğəmbər. Dedi ki, niyə mənə salam vermədin? Bəyər mən müsəlman deyiləm. Həmədanlı dedi ki, bu fəratı görürsən, bu fəratdan heyvanlar da su içir. Allahın yaratdığı məxluqat hamısı su içir. Sən utanmırsan Peyğəmbərin nəslinin 3 yaşında, 4 yaşında, 6 aylıq balalarının üzünə bu suyu bağlamısan. Birbaşa demədi, ya müsəlman deyilsən. Amma ona başa saldı ki, nə ki müsəlman, heç sən adam deyilsən. İmam Hüseynlə dava edirsən, bu 3 yaşlı uşağın günahı nədir? Dedi, sən nə iş görürsən, sən bunların qarşısında suyu bağlamısın. Dedi, Hüseyn bilirsən kimdir? Siffin müharibəsində qarşı tərəf Əməvilər birinci çatmışdılar, suyu mühasirəyə almışdılar. Həzrət Əli əleyhissalam çatan kimi əmr verdi, döyüş başladı, suyu azad elədilər. Su keçdi Həzrət Əli əleyhissalamın qoşununun əlinə. Dedilər ki, da biz də onlara su verməyik. Dedi ki, olmaz. Onların suya ehtiyacı var, heyvanların suya ehtiyacı var. Su ki bizim əlimizdədir, qoy ölsünlər. Baxın, hürriyyət budur, şəxsiyyət budur. İndi dünya baxsın ki, kimin arxasıca gedir? Yezid kimdir? İmam Hüseyn əleyhissalam kimdir? Hər kim özünü şəxsiyyətli bilsə, öz seçimini eləməlidir, rahat. Dedi ki, Ömər Səd, yaxşı, bəs Həzrət Əli bu işi görüb, sən İmam Hüseynə qarşı indi bu cinayət eləyirsən. Ömər Səd ki, başa düşdü ki, buna niyə salam verilməyib? Deyir ki, mən səni tanıyıram, biz məhəllə uşağı olmuşuq, dostluğumuz olub. Amma mən sənə bir dənə söz deyim də, mən Hüseynin qanının müqabilində rey mülkünün rəhbərliyini almışam. Mənə söz verib Yezid ki, Hüseyni şəhid eləyən kimi rey mülkünü mənə verəcək, rəhbəri mən olacaq. Bir nəfər ki, məsələn, şəxsiyyəti olsaydı, Peyğəmbər balasını öldürməyi gələrdi bir vəzifə ilə əvəz eləyərdi. Dedi, mən bilirəm Peyğəmbər balasını və bilirəm Hüseyin haqdır. Bax, təhlükəlisi də bu. Bir var, düşmən tanımır, bilmir, eybi yoxdur. Ömər Səd deyir, mən bilirəm Hüseyin kimdir. Mən çox yaxşı tanıyıram ki, haqdır o. Sadəcə reyin havası tutub məni. Ona görə Quran-ı Kərim buyurur ki, onlar kim olmayın ki, Allah'ı unutdular.
Allah da onları özlərinə unutturdu. Həbib ibn Məzahir bu günlər idi. Oturmuşdu xeymədə, gördü düşmən tərəfdən bir nəfər gəlir. Çıxdı, baxdı, gördü Qurrat ibn Qeys Hənzəlidir, adlı bir şəxsdir. Həbib ibn Məzahir ki, mən bunu tanıyıram, bu adam pis adam deyil. Düzdür, düşmən tərəfdədir, amma pis adam deyil. İcazə verin, mən onunla danışım. Çağırdı, danışdı onunla, dedi, mən səni tanıyıram, sən pis adam deyilsən ki, sən niyə gəlib düşmənə qoşulmuşsan? Tövbə elə cinən, gəl, dur Peyğəmbər balasının yanında. Məktub gətirmişdi İmam Hüseynə. Dedi, mən bir qasid ünvanında gəlmişəm, qoy məktubun cavabını aparım, verim. Ondan sonra qayıdıb gəlib qoşulacağım İmam Hüseynə. Həbib dedi ki, yaxşı, səni gözləyirik ki. Tarix yazacağım, amma qayıdıb gəlmədi. Amma gəlmədi. Bu məclisdə bir fürsətdir. Onun üçün bir fürsət düşmüşdü. Necə Züheyrlərə fürsət düşdü, ona da bir fürsət düşmüşdü. Gəlmişdi, Həbib onu nəsiyyət elədi, başa da düşdü, dedi, qoy gedim gələrəm. Bu məclislərə də gəlmişik, bu cür olmasın ki, düşünüm ki, eybi yoxdur, 5 gündən sonra gələrəm. 10 gündən sonra tövbə edib qaydaram. Ehtimal var bu məclisdən gedəm və bir də mən məclisə gələ bilməyəm. Hələ ömrümüz çatmıyor, o bir başqa şeydir. Hələ ömür çatsa belə mənə icazə verərlər bir də Abdullah Hüseyin əleyhissalam məclisində iştirak edin. O qədər insanlar olub ki, vaxtı ikən iştirak edib, bugün yoxdur. Ona görə bugünkü gəlib çıxmışıq, sanki belə düşün, bu məclis sözü də elə Kərbəladır, gəlib yetişmişsən, hər hansı bir səbəbdən gəlib çıxmışıq bura, deyim ki, yox da, mən Hüseyni tərk etmərəm. Mən İmam Hüseyni tərk eləməyəcəm. Mən elə qalacam İmam Hüseyin əleyhissalamın yanında. Bu fürsətlərdən istifadə edək. Və istəyirəm təvəssül eləyək bu günləri. 2 dənə məzlum balaya mən istəyirəm təvəssül eləyək. Düzdür, Aşura hadisəsindən 1 il sonra şəhid olublar. Amma Kərbəla şəhidləri ilə məşhurdular. Kərbəla şəhidlərinin siyasında adları var. Oxsuz Kərbəla şəhidlərinin adın, o 2 dənə də şəxsiyyətin adını orada görəcəksiniz. Amma 1 il sonra şəhid olublar. Yəqin bildiniz mən kimi deyirəm. Siz bilirsiniz. İmam Hüseyin əleyhissalamın bir əmoğlusu var idi, Müslim ibn Əqil. İmam Hüseynin əmsi Əqilin, Həzrət Əlinin qardaşı Əqilin oğlu idi Müslim. İmam Hüseyin əleyhissalamın həm əmoğlusu idi, həm də yeznəsi idi. Bacısı Rüqəyyanın əri idi. Müslim ibn Əqil, Həzrət Əlinin qızı Rüqəyyanla evlənmişdilər. Onların 2 dənə balası var idi. Biri İbrahimdir, biri Muhammed. Kərbəlada İbrahimin 10 yaşı var idi, İbrahim böyük qardaşı idi. Muhammedin 8 yaşı var idi. Muhammed 8 qardaşı idi. Aşuradan sonra İbn Ziyad onları attırdı zindana. Zindanda saxlayırdı. Bəzi tarixçilər yazırlar, Həzrət Müslümin özü ilə gəlmişdi uşaqlar. Müslümi şəhid olandan sonra bunlar əsir düşdü. Bəziləri deyir, yox, İmam Hüseyin ağanla gəlmişdilər. İmam Hüseyin ağanın şəhadətindən sonra hər halda İbn Ziyad attırıb bunları bir zindana və zindanbana tapşırıq verib ki, bunlara əziyyət çox ver. Onun düşmənçiliklərinə 10 yaşında, 8 yaşında uşağa da tapşırıq verib ki, əziyyət çox ver və suyu onlara ölməyəcəkləri miqdarda verəcəksən. Yəni, haçan istəsələr su içsinlər olmaz. Da görürsən ki, bunlar da bir stəkanı da içməsə ölər, onu da ver. Deyirlər, zindandan bu 2 qardaşa hər gün axşam bir balaca çörək verirdi, bir stəkanda su verirdi. Həzrət İbrahimlə Həzrət Muhammed
Müslüman balaları da bunlar Peyğəmbər nəslidir də, Peyğəmbər Həzrət Əli balalarıdır bunlar. Bunlar səhər tezdən oruç tuturlar, axşam o parça çörəklə, su ilə iftar edirlər. Bir ildir. Mən oxuyurdum, adamın qəlbi yanır da. O iki balaya Allah nəsib eləsin, qəbrini gəlib ziyarət eləsin. Kərbəladan biraz aralıdır, Fərat kənarındadır. Kərbəladan Bağdad səmtinə gedəndə o iki balanın orada hərəmi var indi. Deyir, onları ikisində ayrı-ayrı hücrələrə salmışlar. Aralarında dəmir barmaqlıq var idi. Bir-birini görürdülər, danışırdılar, o çörəklərini bir yerdən bölüşə bilirdilər. Amma qol-boyun ola bilmirdilər. Ayrı-ayrı hücrələrdə idi bunlar. Bir il keçdi. Bu əziyyətlərlə bir il bu iki bala zindanda qalıb. Bir il tamamında Məhəmməd dedi ki, İbrahim qardaş, bəlkə bu zindanban ki, gəlir axşamlar bizə su verməyə, bir deyək buna da biz kimik. Bəlkə rəhm elədi bizə, biz bir ildir buradayıq. Bəlkə ürəyi yanar bizə. İbrahim dedi, yaxşı qardaş, da onsuz buradayıq da, deyək. Axşam o zindanban gələndə, yaşlı zindanban gələndə, Həzrət İbrahim yavaş-yavaş ürəkləndi. Dedi ki, əmi, səndən bir söz soruşum. Həzrət Peyğəmbəri tanıyırsan? Dedi ki, mən tanıyıram, mən Peyğəmbərimdir. Dedi, Həzrət Əlini də tanıyırsan? Dedi, bəs o mənim imamımdır. Və xanım Zəhranı da tanıyırsan, bir-bir sayır bunları. Dedi, bəli, tanıyıram mən. Dedi ki, əmi, bir söz deyib biz sənə. Biz o Həzrət Əlinin balalarıyıq, Peyğəmbər ailəsindənik. Bir o kişi ağladı, dedi ki, mən bilmirdim siz kimsiniz, məni üzürlü bilin. Mən müqəssirəm, xəbərim olmayıb siz kimsiniz. Mən bir iş görərəm. Gecə zindanın qapısını açacağım, sizi buraxacağım. Amma bir şərti budur ki, gecələr yol gedin, gündüzləri gizlənin. Sizi tutsalar, cəzavuz böyük olar. Bu uşaqlar çıxıb, axşamdan çıxıblar, qaçırlar. Səhra yolları ilə gəlirlər. Gəldilər, bir yerə çatanda yorulmuşlar, gördülər bir ev var. Dedilər, gəl qapısını döyək. Qapını döydülər, bir yaşlı qadın açdı. Dedilər, nənə bizə yorğunuq, susuzuq. Bu gecəlik evində imkan verərsən ki, biz yataq. Qadın xəbər aldı ki, kimsiz bunlar qadına dedilər. Dedilər, bəs biz filan Müslüman balaları yox. Qadın dedi ki, vallah, mən sizə yer verərəm, amma mənim bir dənə çox pis yeznəm var, Haris adında bir yeznəm var. İçki içən şərabxordur və İbn Ziyadın sarayını get-gəl eləyən adamdır. Qorxuram, o bilər sizə ziyan yetirər. Bunlar da gecənin qaranlığıdır, balaca uşaqlar, xırda uşaqlar. Dedilər ki, nənə bizi evindən qaytarma, qorxuruq gecənin qaranlığında, bizə icazə ver, gəl edəyəklər. O qadın bunlara çay verdi, su verdi, çörək verdi. Bir otaqda onlar üçün yer sərdi. Məhəmməd deyir ki, qardaş, İbrahim, gəl bu gecə qol-boyun olar yataq. Bir ildə elə həsrətindəyəm sənlə qol-boyun olub yatmağa. Bir ildə bir-birimizdən ayrı düşmüşük. Deyir, İbrahim Məhəmmədi sinəsinə sıxır, iyniyir, öpür. Məhəmməd İbrahimi. İki qardaş bir-birinə nəvaziş edirlər. Bir ildə bir-birindən uzaq düşürlər. Gecənin bir yarısıydı, gördü, qadın ki, qapı döyülür, hay verdi, gördü ki, həmin yeznəsi Harisdir. Haris nə istəyirsən? Dedi, bəs çox yorulmuşam, aç qapını, mən biraz dincəlim. Qadın hər nə qədər çalışdı ki, bunu özündən uzaqlaşdırsın, alınmadı, mümkün olmadı.
Haris gəldi evə. Dedi, Haris, bəs bu vaxt nə gəzirsən, hardasan? Dedi, bəs İbn Ziyadın sarayından 2 dənə uşaq qaçıb, hərəsinin başına 1000 dinar pul qoyub. Kim başını gətirsə, hər uşağın başına 1000 dinar pul veriləcək. Qadın dedi ki, Haris, adam 1000 dinara görə, 1000 dirhəm də çox böyük puldur. Dedi, adam 1000 dirhəmə görə o boyda uşaqlara qıymaz, gəl bu fikrindən daşın. Dedi ki, qadın, sən sanki elə bil o uşaqlardan xəbərin var. Niyə bu cür danışırsan? Biraz şübhələndi. Xülasə, özü də bir yerdə ki, o sənə uzanmış dincələ, uşaqların bir hənirtisi gəldi içərdən, indi bir öskürdü, bir hənirdi. Bu, eşitdi, xəbər tutdu, çıxdı, gördü ki, həmin uşaqlardır. Bir əllərini, qollarını bağladı, özünün bir qara zənci qulamı var idi. Xəncərini çıxartdı, verdi qulamına, dedi, apar bunların hər ikisinin başını kəs Fəratın kənarında, başlarını gətirməni üçün. Qulam xəncəri götürdü, gəldi, biraz aralandı Fəratın qırağına çatanda, atdı xəncəri, qaçdı, üzərək Fəratı keçdi, dedi, Allah sənə də lənət eləsin, Haris, İbn Ziyada da. Bunlar Peyğəmbərin balalarıdır. Ondan sonra Haris özü bu cinayətə əl atdı. Gəldi, indi yazıblar ki, İbrahim ağlayır, deyir ki, Haris, səndən bir xahişimiz var. İndi ki, bizi tutmusan, apar İbn Ziyada təhvil ver. İbn Ziyada təhvil ver, yenə də o sənin muzluğu verəcəkdə. Bəlkə İbn Ziyad bizi təzdən zindana atdı. Bəlkə zindana atılmaqlarına razıdırlar. Haris dedi ki, yox. Dedi, onda səndən xahişim budur ki, birinci mənim başımı kəs. Birinci mənim başımı kəs, qardaşım. Məhəmmədin o halını mən görürüm. Deyir, indi Məhəmməd dolanıb ayaqlarına Harisindir ki, əmi birinci mənim başımı kəs. Qardaşa bu qədər. Bağladı. Məlum tarix yazır ki, birinci Muhammedin başını kəsdi. Ondan sonra İbrahimin başını kəsdi. Cəsədlərini, bədənlərini atdı Fərata. Başlarını qoydu kisəyə, bədənlərini atdı. Məlun özü danışır bunu. Deyir, gördüm ki, o 2 dənə başsız bədəndə, Fəratda, orada da qol boyun oldular. Orada da qol boyun oldular. Gətirdi İbn Ziyadın sarayına. Dedi, bəs əmir gətirmişəm mən 2 başı. Dedi ki, əgər onları diri gətirsəydin, sənə 4000 dinar verərdim. Niyə bəs başlarını kəsib gətirmişsən? Dedi, əmir sağ olsun, mən bilmirdim, sən başlarına kimin demişdin. Dedi, bəs sən onların başını kəsəndə onlar nə dedilər? Dedi, dedilər ki, ya hayyu, ya qayyum, ey hey olan Allah, ey qayyum olan Allah, bizimlə bu məlunun arasında özün hakim ol. Qiyamətdə, bugün gücümüz çatmadı, qiyamətdə ümidimiz budur ki, sən hakim olasın. Allah bugün bütün məzlumlarımın kəlamıdır. Allah, sən özün hakim ol günə. İbn Ziyad dedi ki, Allah sənə lənət etsin. Çox ağır cinayət eləmişsən. İbn Ziyad bir nəfərə qılıncını verdi. Dedi, apar bu Harisin başını, o uşaqların başı harada kəsilmişdi, orada kəs. Amma müğayət ol. Bu məlunun qanı o balaların qanına qarışmasın. Dünyada hər kim ki dünyasın məzlumun qanına əl boyadısa, o dünyadan da bəhrəmənd ola bilmədi ki, heç ahirəti də bərbadır. Əla lənətullahi ələl qovm-i salih.